Salam, axşamınız xeyir olsun əziz və dəyərli müştərilərimiz. Bugün sizə kredit şərtimiz haqqında çox qısa bir məlumat verəcəm. Xahiş olunur, hər kəs sonradan diqqətlə qulaq assın. Şərtlərimizi bilin, axıra qədər bizi dinləyin. Ondan sonra inşallah, əgər sizi bizim şərtlərimiz qane eləyərsə, ondan sonra əlaqə saxlayın, WhatsApp-da yazın və yaxud da digər suallarınızı verin. Deməli, kreditlə satış olduqda İlkin ödənişi ödəyirsiniz. Qızıl Lombardda kreditləşdirildiyi üçün kredit müddətinin sonuna qədər Qızıl Lombardda girov qalır. Yəni müştəriyə nə qızıl verilmir, nə pul verilmir. Çox müştəri kreditlə satışı çox yanlış başa düşüb və mənə bu gün ərzində gələn zənglərin sayı hesabı yoxdur. Hansı ki, hər kəs elə bilir ki, gəldi mağaza yaxınlaşdı, 15% ilkin ödənişi ödədi, qızılı götürdü, çıxdı, getdi. Xeyr, ümumiyyətlə heç bir yerdə belə bir şey yoxdur. Sadəcə biz bu cür kreditləşdiririk. İlk ödəniş ödəyirsiniz. Digər lombardlardan fərqli olaraq biz qiymətləndirməni bazardakı lom qiymətə uyğun tənzimləmirik. Bazardakı izlə qiymətə uyğun tənzimləyirik. Yəni normalda qızılın lom qiyməti 95 manat olanda lombardların qiymətləndirməsi 80 manat 90 manat aralığında dəyişir. Hansı ki biz bu qiymətləndirməni əgər siz məhsul kreditə salırsınızsa 100-110 manat aralığına qədər qiymətləndirib sizdən alacağımız ilk ödənişi minimallaşdırırıq. Çox xahiş olunur hər kəsdən diqqətlə qulaq asın. Şərtlərimizi qəbul eləyin. Ondan sonra əgər bizim şərtimiz sizi qane eləyərsə, mağazamıza yaxınlaşarsınız. Qeyd edeyim ki, 15% ilk ödəniş may ayının 31-nə qədər keçərlidir. Allah hamımıza borunuzu və bərəkət versin inşallah.